Salam, necəsiz dostlar? Bu sizlərdən bir yerdə maraqlı bir rəhləm eləyəcəyim. Baxın, rənglərimiz belədir. Sizcə necədir? Bir də belə şeylərimiz var, karandaşlarımız. Əslində marker setim var. Markerdən rənglərində arkasındakı rəsmi də keçdiyi üçün mən quru qələmlə boyayacağım. Bəli dostlar, 12 dənəli göstərdiyim bu reklam deyil, yəni bu reklam deyil. Üzünü rəngləyib gəlirəm. Bəli dostlar, üzü dedikdə yəni ət rəngi olan, yəni bu rəngdə olan hər yeri nəzərdə tutmuşdum. İndi saçını rəngləyəcəm, yəni bu rəngdə olan hər yerində, yəni təkcə saçı yox, bu rəngdə harası varsa onu rəngləyib gəlirəm. Bu arada dostlar, yorumlarda yazın. Mənim çəkməyimi istədiyiniz bir neçə şey yazın, mən də çəkim və sizə video olaraq paylaşım. Çəkmə anında sizə paylaşacağım. Yəni necə çəkilməlisə ona görə də, yəni sonra yəni indi hamınız yazın. Yəni bu videoya baxan hər kəs məncə yazsın ki, məsələn, fərqi yoxdur, nə istəsəz çəkə bilərəm də. Yəni rəsm dedikdə mənəm də. Yəni sinifdə adını çəkməyəcəm. 3 dənə rəsm qəşəng çəkən var, bayağı qəşəng çəkən var. Onlardan biri mənəm də dostlar. Yəni o birisilər də o dərəcədə yaxşı deyil. Yaxşı deyil, amma abartılacaq qədər yaxşı deyil də. Bəli dostlar, o birisilər də demirəm pis oxuyur. Onlar da riyaziyyatda, az dilində falan yaxşıdırlar da, təbiətdə. Mən rəsmdə çox yaxşıyam, yəni dostlar. Nə istəyirsə deyin, sizlər üçün çəkəcəm dostlar. Daha bəs şeylər yox da ki, nə bilim, hər nəsə də, nə istəyirsə yazın çəkəcəm də. Yəni, mən rəngləyib gəlirəm. Bəli dostlar, saçını da rənglədim. Hər iki dənə rəsmimiz belədir. İndi tacını rəngləyəcəm, yəni sağ olan hər yerini. Bəli dostlar, tacını rənglədim belə. İndi pəmbə olan yerləri rəngləyəcəm. Bəli dostlar, indi isə belə oldu. İndi mavi olan yerləri rəngləyəcəm. Bəli dostlar, mavi olan yerləri boyadım. İndi isə dostlar, tünd mavi olan yerləri boyayacağım. Yəni bir dəqiqə çıxardım. Ya da mor. Mor olsun, yox tünd mavi. Bir dəqiqə qərar verim gəlirəm. Qərar verdim dostlar, tünd mavi olan yerləri boyayacağım. Bəli dostlar, tünd mavi olan yerləri də boyadım. Rəsmim belə olur. İndi qırmızı olan yerləri boyayacağım. Yəni bu keçək. Bəli dostlar, qırmızı olan yerləri də boyadım. İndi mor olan yerləri boyayacağım. Bəli dostlar, bənövşəyi olan yerləri də boyadım, yəni mor. Rəsmim hələkidən belədir. İndi rəsmi bitirdiyim üçün bunu keçirəm qıraqları rəngləməyə. Bu bilmirəm nədir. Nəysə, birinci bal qabağını rəngləyəcəm. Bəli dostlar, bal qabağını rənglədim. Baxın belə oldu. Bəyəndiniz dostlar. İndi nəyi rəngləyək? İndi pişiyi. Bəli dostlar, pişiyi də rənglədik. İndi kəpənəyi rəngləyirik. Bəli dostlar, kəpənəyi də rənglədim. Bildiyiniz kimi kəpənək rəngbərəng olur. Hər rəngdə yəni kəpənək olur. Mən yaşıl, mavi, qırmızı rənglərini istifadə edim. Bu formada olur. Sonra indi də yəni qaldı, geri qalanları rəngləyib gəlirəm. Bəli dostlar, bir videomuzu daha belə sonlandırdıq. Bir dəqiqə göstərim, bu rəsmi sizə. Bəli dostlar, baxın, rəsmimiz belə oldu.
Böyle dostlar, bir videomuzun daha sonuna geldik. Eğer videomu beğendiyse kanalıma abone olup like atıp şey yazmayı unutmayın. Yani ding dong, bye bye.